Bir var idi, biri yox idi. Meşə heyvanları böyük şənlik etməyə hazırlaşırdılar. Dovşan çoxlu kök, dələ isə qoza yığıb gətirirdi. Birdən göy üzünü bənövşəyi bulud aldı. Göydən yağış yerinə konfet yağmağa başladı. Bunu görən ayı o qədər konfet yedi ki, başladı qarnı ağrımağa. Bu zaman dovşan və dələ ayıya baş çəkmək üçün onun evinə getdilər. Dovşan düşündü ki, ayı çoxlu kök yeməlidir. Kök yesə sağalar. Amma köklər sehirli imiş. Ayı kökü yeyən kimi böyüməyə başladı. Dovşan və dələ meşəyə yollandılar ki, ayını sağaltmağın yolunu tapsınlar. Birdən qarşılarına canavar çıxdı. Canavar onlara dedi ki, bu meşədən çıxıb 100 metr getsələr bir kəndə çatacaqlar. Kənddə bir cadügər yaşayır. O ayıya kömək edə bilər. Dovşan və dələ yola düşdülər. Cadügərin evinə çatdılar. Cadügərə əhvalatı danışdılar. Cadügər dedi ki, mən bir sehirli alma verəcəm. Ayı yeyər sağalar. Amma bir şərtlə, gidin mənə sehirli bal gətirin. Yeyim cavanlaşım. Dovşanla dələ yenidən yola düzəlib ayının evinə qayıtdılar. Ayıya cadügərin istəyini çatdırdılar. Ayı balı verdi. Amma dovşanla dələyə dedi ki, diqqətlə aparın. Sehirli balın qabı həssasdır. Əlinizdən düşsə sına bilər. Dovşan və dələ yola düzəldilər. Yolda dələnin ayağı ilişib yıxıldı. Balın qabı sındı, bal yerə dağıldı. Bu zaman arılar gəldi. Sehirli balın dağıldığını görüb balı başqa qaba yığdılar. Dovşan və dələ yollarına davam etdilər. Cadügərin evinə gəlib çatdılar. Balı cadügərə verdilər. Cadügər balı yeyən kimi oldu cavan, gözəl, göyçək qız. Dovşan və dələyə isə sehirli alma verdi. Onlar isə almanı ayıya çatdırdılar. Ayı almanı yeyən kimi sağaldı. Dostlar çox sevindi.